Bu fikirlə ailə qursun insanlar. Ailə, yəni mən qərar vermişəm ki, bu insanlara ömrümün axırınacan xidmətçi olum, nökər olum. Ailə bu. Hər iki tərəfə aiddir. Bəs birdən ailəni qurdum, sonradan məlum oldu ki, bu layiq deyilmiş mən buna bir ömür xidmət edeyim. Onda necə? Onda nə edəyək? Məlum oldu ki, bu adam layiq deyilmiş. Bunun ləyaqəti yoxdur, mən bir ömür buna xidmət edeyim. Onda nə edəyək? Onda da deyirlər bizə ki, çox da fikir vermə, layiq deyə yox. Layiqdirsə də xidmət elə, layiq deyilsə də xidmət elə. Yenə də xidmət elə. Heç nə itirməyəcəksən. O layiq deyilsən, ona xidmət elə, onda Allah da sənə bilirsiniz nə deyəcək? Deyəcək ki, mənim bəndəm, sən də layiq olmadığın halda mən də sənə nemət verəcəm. Sən layiq olmayana xidmət edirsən, mən də sən layiq olmayadığın nə qədər nemətlər var, hamısını sənə verəcəm. Faydalı ticarətdir, əlbəttə ki. O layiqliyinə baxma. Sən xidməti elə, Allah da sənin ləyaqətinə baxmayacaq. Qızıl hərflərlə yazın bu sözü.